Sentyabrın 27-si həmin gün ömrümün sonları yadımdan çıxmayacaq. O gündən sonra baş verən hadisələr mənim yaddaşıma həkk olundu. Özümü tanıyandan ancaq Qarabağın adını eşitmişdim. Aləm də Qarabağı görməyib. Lakin bu günlər ərzində hamı bir nəfər kimi Qarabağlı idi. Hər şey o gündən başladı. 44 gün ərzində mən televiziya ekranından gözəl tarix dərsi keçdim. Müəllimim isə sevimli prezidentim oldu. Valideynlərim müharibənin 3-cü günü evimizə böyük bir bayraq gətirdilər. Təbii ki, pandemiya şəraitində küçədə az olduğumdan bəzədilmiş bayraqlarımızı ancaq ekran vasitəsilə seyr edirdim. Biz də eyvanımızın 3 rəngli bayrağımızı asdıq. O andan bayrağıma olan sevgim qəlbimdə əbədi iz qoydu. Zallar bir-birini əvəz edirdi. Dərslərimi oxuyur, oyuncaqlarıma da vaxt ayırırdım. Buna baxmayaraq diqqətim cəhbədən gələn xəbərlərə yönəlmişdi. Bu məlumatları səbirsizliklə gözləyirdim. Sevimli müəllimim İlham Əliyevin sevindirici tweetlərini yaddaşıma həkk etməyə çalışırdım. Bir gün atam evə Azərbaycan xəritəsini getirdi. O gündən coğrafiya dərsi ilə tanışlığım belə başladı. İşğal altında olan bütün ərazilərimizi qırmızı qələmlə işarələdim və ümid edirdim ki, tezliklə bu qırmızı işarələr yaşılla əvəz olunacaq. Kiçik qəlbimdə inanırdım ki, tezliklə bu torpaqlar bizim olacaq. Torpaqlarımızın adlarını xəritədə tapdıqca balaca ürəyimlə Qarabağa qarış-qarış yaxınlaşırdım. Günlər bir-birini əvəz edirdi. Cəbhədən gələn gərgin xəbərlər məni həm sevindirir, həm də qorxudurdu. Sən demə bu qorxu əbəs yerə deyilmiş. Oktyabrın 15-dən növbəti günə keçən gecə mənim üçün adi gecələrdən biri idi. Valideynlərimə xeyirli gecə diləyib öz yatağıma keçdim. Sən demə bu xeyirli gecə mənim bəzi həmyaşıdlarım üçün heç də xeyirli gecə deyilmiş. Gəncədə baş verən o faciənin görüntülərinə baxdıqca erməni terrorçularına nifrətim daha da artdı. Bir anlıq təəssüfləndim ki, oğlan deyiləm. Gələcəkdə əskər olub cəbhədə kiçik dostlarımın qisasını düşmənlərdən alardım. Amma bilməzdim ki, bu gələcək çox yaxındadır. Hər gün tarix müəllimimin sevimli prezidentindən aldığım qələbə xəbərlərini heç unutmayacağam. Baş komandanın dediyi kimi, Qafqazın mirvarisi olan Şuşa şəhərinin oktyabrın 8-i işğaldan azad olunması xəbərini elan etdiyi gün mən valideynlərimlə Şəhərlər Xiyabanına yollandıq. Oradakı hissləri kağız üzərində ifadə etmək mənə çox çətindir. Elə o andan mənim dövlətimə, torpağıma, bayrağıma, bəsgərlərimizə olan sevgim sonsuz olaraq qalacaq. Qarabağ Azərbaycandır. 189-190 nömrəli tam orta məktəbin 5B sinfinin şagirdi Quliyeva Məltəmin 44 günlük gedən 2-ci Vətən müharibəsi zamanı bölüşdüyü xatirələrdən qələbəmiz əbədi olsun.